Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapiya, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, bir qadın kişidən boşananda və yaxud da bir qadın sevgilisindən ayrılanda onu hansı periodlar gözləyir? Baxın, sizə bir şey deyim. Burada təbii ki, istisnai hallardan danışmırıq, hansı ki, qadın hədsiz dərəcədə toksik bir münasibətin içərisində olur, xroniki yalanlar, xəyanətlər, xroniki şəkildə maddi istismar, ekonomik istismar, yəni əgər heç qadının imkanı yoxdursa, ümumiyyətlə elə bir ki, bir dilənçiyə verilmiş kimi ona pul vermək və yaxud da əgər qadının imkanı çoxdursa, onun bütün resurslarını sömürmək, seksual zorakılıq, yəni bir sözlə psixopatik, narsistik münasibətdən burada söhbət getmir. Yəni belə bir evlilik və yaxud da birlikdəlik varsa, qadın oradan ayrılmalıdır. Bunlardan biz danışmırıq. Deyək ki, xanım xüsusi bir, böyük bir səbəb olmadan, ya sevgisiz deyək ki, biraz azdır, ya da bir balaca yola getmir, ya da o insanla yaşamaq ona sərf eləmir. Deyək ki, belə bir qərar verdi ki, mən ayrılıram, boşanıram və yaxud da sevgilimdən ayrılıram. Onu ilkin periodlarda nə gözləyir? İlkin periodlar adətən pozitiv dalğasıdır. Məsələn, çoxlu, necə deyirlər, rəfiqə dəstəyi ki, rəfiqələr dəstəkləyir ki, halal olsun sənə, yaxşı elədin, düz elədin, öz ayaqlarının üzərində dayanan bir qadın olmalısan sən. Bəlkə də ola bilsin ki, fərdi inkişaf kursları, pozitiv videolar, idman, bir sözlə həyat başdan ayağa pozitivlə əhatə olunur. Yəni özü özünə də bunu inandırmağa çalışır. Eyni zamanda başqalarına da inandırmağa çalışır. Həm özünə sübut eləməyə çalışır, həm də başqalarına sübut eləməyə çalışır ki, yəni mənim bu bəydən ayrılmağım əbəs yerə deyildi. Yəni bunun böyük bir səbəbi var idi. Hər zaman xoşbəxt qadın necə olacaq, necə olmalıdır, necə davranmalıdır, necə geyinməlidir, necə imicdə olmalıdır, hətta imicində dəyişirlər. Saç qaratsa, deyək ki, saraldırlar, ola bilsin ki, plastik əməliyyatlar da olur. Yəni, bir sözlə həyatlarını tam dəyişmək istəyib, sanki küllərindən doğurmuş kimi bir təəssürat yaradırlar. Və təbii ki, belə bir periodda o kişinin dəyəri həddindən artıq aşağı olur. Kişi bu periodda nə qədər onun arxasınca qaçarsa, nə qədər onu geri ikna eləməyə çalışarsa, əksinə onu belə deyək də, əl üzərində gəzdirməyə çalışarsa, kişi sözlər verərsə ki, mən dəyişəcəm, mən super olacağam, bundan sonra hər şey əla olacaq, sən hər zaman sən istədiyin kimi hər şey olacaq, yalvarıram, qurban olum, qayıt, sənsiz mən yaşaya bilmərəm, nə pis vərdişlərim var, hamısını tərk edəcəm. Bir sözlə, kişi nə qədər qadının arxasınca qaçarsa, bir o qədər də dəyərdən və hörmətdən düşməyə başlayacaq. Lakin bu məsələ burasındadır ki, mən burada qadın və kişi tərəfi tutmuram. Burada tərəf tutmaqdan söhbət getmir. İşin obyektiv reallıqları var. Lakin zaman keçdikcə üstündən hardasa 3, 5, 7 ay arası olur adətən bu periodlar. Bəzən elə olur ki, 1 il olur. Artıq o qadın öz daxilində o boşluğu hiss eləməyə başlayır. Kişi xüsusilə səssiz qalarsa, yəni o şərt daxilində, kişi yoxa çıxarsa, başlayır sorğulamağa ki, mən əslində doğrudanmı mən bu addımı atmaqda ağıllı hərəkət elədim? Çünki hər kəsə hər şeyi sübut eləmək ki, mən əbəs yerə boşanmamışam, bu çox dərin bir qorxudan və eyni zamanda səhv eləmə, günahkarlıq duyğusundan qaynaqlanır. Və zamanla başlayır özünü artıq pis eləməyə, başlayır peşmançılığa ki, kaş ki boşanmazdım, kaş ki necədirlər, indi heç olmasa ən azından ailəm vardı, tək qalmazdım, uşaqlarım varsa onun atası olardı, ən azından bir dayağım var idi, düzdür, super deyildi, yaxşı deyildi, əla deyildi, istədiyim kimi deyildi, ən azından bir divardansa heç olmasa ən azından yaxşıdır. Yəni bu o qadının o kişiyə aşiq olması anlamına gəlmir, lakin yenə də o boşluğu
illərlə o hiss eləməyə başlayır. Yəni bütün sikl, bütün period bundan ibarətdir. Xüsusilə qadın kriz dönəmləri yaşayanda, deyək ki, xəstəlikdir, yaxın adamların necə deyirlər, ölümüdür, ayrılığıdır, itkisidir, qəzalardır. Bu durumda yəni evliliyi sonlandırmağa bir o qədər də nə olur? Peşman olur. Yəni kişilər düşünməsin ki, qadınlar boşandı onlardan, onları veclərinə almayacaq. Hər şey onlar üçün super olacaq. Hər şey onlar üçün ideal olacaq. Bu yalan söhbətdir bunlar hamısı. Ümumiyyətlə, istər necə deyirlər, evli qalmağın, yəni sevgili qalmağın və yaxud da o sevgililikdən ayrılmağın, evlilikdən ayrılmağın özünə məxsus bədəlləri var. Və əslində insan, yəni xüsusilə də xanımdan söhbət gedirsə, bu bədəlləri düşünməyə və ödənməyə özünü hazırlamalıdır. Yəni period tam olaraq bu şəkildədir. Bəli, qadın gec-tez boşanmağına peşman olur. Amma sonda yenə də bunu da qeyd edirəm. Burada toksik münasibətlərdən söhbət getmir. Ağır dəyərdən salma, fiziki, psixoloji, ekonomik və seksual zorakılıq, belə bir münasibətdən insan ümumiyyətlə ayrılmalıdır. Bir qadın hər nə olursa olsun, hər bir vəcdən belə bir münasibətdən nə etməlidir? Yaxasını qurtarmalıdır. Bu sadəcə, yəni qadınlar boşanandan sonra, sevgililərinə ayrılandan sonra yenisini tapmazlarsa, ola bilər bəzən elə olur ki, ondan yaxşısını tapırlar. Ola bilir bu şeylər hamısı. Amma bunlar çox nadir hallarda olur. Ki, dinamika necə olur, onların hamısını izah elədim. Sonda, yəni əsasən hüsrandır, peşmançılıqdır, narahatçılıqdır, təklik duyğusudur və darıxmadır. Diqqətinizə görə minnətdaram. Sağ olun.